Salam, hər birinizi xoş gördük, əziz abituriyentlər, hansı ki, Təsvir Sənət Fakültəsinin qabiliyyət imtahanına belə desə iş vermək istəyirlər. Bir də ki, mən sizə bu günlərim ən çox ucqar rayonlarda yaşayan, belə deyim də, əli qabiliyyət imtahanına hazırlayan müəllimlərə çatmayan abituriyentlər üçün bir neçə məsləhət vermək istəyirəm. Mən sizə deyərdim ki, ilk öncə siz belə bir kağıza yox, vatman kağızını çəkəcəksiniz, A2 formatlı qabiliyyət imtahanında və onu sizə dövlət tərəfindən təmin olunur. Sizin sadəcə ora lazım olacağınız bir neçə karandaş dəstidir. Baxa bilərsiniz, məsələn, məndəki karandaş dəstində B yazır. Bilmirəm, burada görünür yoxsa yox. Bu karandaş dəsti, məsələn, məndəki 2B-dir. 2B karandaşını çəkəcəm ki, mən sizə daha aydın və rahat görünsün. Deməli, biz nə edirik? İlk öncə rəsmdə ilk anlayış var. Deməli, anlayışlardan biri əsas anlayış kompanovka anlayışıdır. Kompanovka nə deməkdir? Məsələn, təxmin edin ki, bu sizin A2 variantlı vərəqinizdir və siz onun üzərində müəyyən yerləşdirmələr etməlisiniz. Belə ki, bu yerləşdirmələr necə olmalıdır? Baxın, siz xəttkeşdən istifadə etməyəcəksiniz. Ölçü vahidi olaraq biz, məsələn, müəyyən qədər ölçüdə karandaşın işarə edirik. Məsələn, burada mən götürürəm ki, deyək ki, birinci hərfdən götürürəm və ya axırıncı hərfdən götürürəm. Özüm üçün müəyyən ölçü istifadə edirəm. Məsələn, bu qədər götürürəm kənardan. Bir bu qədər buradan təxmini gəlir. Bura, məsələn, bu qədər buradan və gəlir bura. Deməli, bu qədər nə edirəm mən? Mən bunu belə, məsələn, çərçivəyə alıram özüm üçün. Bunu çərçivəyə alandan sonra bu çərçivənin içində orada göstərilən 3 həndəsi fiqur, məsələn, də indi qoyurlar naturaya, o naturmort sayılır. 3 həndəsi fiqurun görünüşü olacaq orada sizdə. Həndəsi fiqurlar, məsələn, üçü də yan-yana olur. Amma bir fərqlər olur. Biri birindən bir tık fərqli olur. Məsələn, biri buradadırsa, lap yaxındakıdırsa, digəri biraz uzaqda, o birisi bundan biraz daha uzaqda. Yəni, arxadakı fiqur, onun önündəki fiqur və tam yaxındakı fiqur. Yaxındakı fiqurun biz tamamilə hər bir detallarını aydın və rahat şəkildə görürük. Yerləşdirmələr də onun kimidir. Və sonra bizə verilir orada fiqurun, yəni arxa səthi, yəni bir var müstəvisi, bir də var arxadakı o künc kəsişmə. Biz onunla verəcəyik yola çəkəndə. İndi o biri dərslərimizdən hər birini